müştərini götürə bilmirik. Çünki avtobus zolağı 100 manatdır cəriməsi. Ona görə çox problem yaşayırıq. Yəni 2-3 manata görə biz 100 manat cərimə olur. Yəni çox çətindir. Avtobus zolağına girmək əvvəli olar, nə bilim, indi avtobus üçün düzdür, zolaq eləsinlər. Ancaq ki, bu müştərini düşürdəndə heç olmasa icazə verir. Çünki bu öz başına girmir. Düzdürmü? Müəyyən indi o şey verilməlidir də, imtiyazlar verilməlidir ki, o taksidir, girmək olar, olmaz. Ancaq indi qalan şeylərdə, vallahi nə bilim, hökumət eləməyəcək ki. İmkan vermirlər də işləməyə. Cərimələr, hara gedirik, cərimə, birinci xətt, ikinci xətt, birinci xəttdə 100 manat, ikinci xəttdə 80 manat, klienti düşürdə bilmirik, problemlərlə çox yaşayırıq, budur. Şirkət maşınları çox olub, bizim yandığı maşınlara heç yaxın naşış minən də yoxdur, demək olar ki. İş yoxdur xanım, işsizdir. Həm də ki, bu xəttlər əsasən xəttlər məsələsi yoxdur bunlar. Onları qoyublar bizə, yəni biz giririk 100 manat 2 bal. 10 gündən bir bizim provamız gedir içəriyə. Həm də elə qərar çıxarıblar ki, yəni onu biz işləyə bilmirik, sənəd ala bilmirik. Dövlət qoyduğu qanun yaxşıdır, amma da belə də yox da. Gedirik, elə bizə yəni deyirlər ki, o sənəd alın, bu sənəd alın. Düzəldirik, gəlirik, deyirik, başqa sənəd almalısınız. Elə işarət eləsinlər ki, biz doğruna bilmirik, konkret doğruna bilmirik. Yaxşı, yəni qərar çıxarsınlar, köhnə qərar kimi olsa, köhnə kimi. Yəni, hamı işləyər, hamı da doğrular. İndi elə bir saxırıq burada, qayıt durub qıraqda bizi pastovoy qavalıyır. Ki, durmayın burada. Yəni, qayıt bəyənlə cəlmələyir, pastovoy bəyənlə cəlmələyir, nəqliyyat bəyənlə cəlmələyir. Yəni, qazandığınızı ancaq veriyor onlara da, yəni konkret. Taksidən istifadə edən yoxdur. Hamı çalışır ki, yəni ucuz qiymətə uzaq bir məsafə getsin. O da səhv elə. Yanacaq baha, iş yox. Bəs cərimələr necə? Cərimələr heç də cərimələr. Avtobus xəttinə girdin 100 manat 3 bal. İkinci xəttdə saxladın 80 manat 2 bal. Bundan nətər yaşamaq olar?